Yəqin ki, qarşınıza çıxır sizin rus ritualları. Fərqli növlərdə yoxlayırlar. Biz də bunu bir dəfədə belə öz bildiyimiz kimi yoxladıq. Yəni bu həmlə qadınlar üçün nəzərdə tutulub əslində. Niyə tuturlar? Bu əgər birinci ləpə suyun içinə düşərsə qızdır, ikinci ləpə suyun içinə düşərsə oğlan sayılır. Biz də elə belə maraq üçün yoxladıq. İkinci ləpə bizdə suya düşdü. Düzünü desək maraqlı və əyləncəli bir şeydir. Buradan ana olmaq istəyən xanımlarımıza səslənirəm ki, maraq üçün bunu yoxlaya bilərsiniz. Elə bir niyyət idi sadəcə. Bekarçılıqdan eləmiş olduq. Hop!